Salam olsun yaxşılara. Dostum yenə mənəm yazan, yenə mən bəxtəqara. Dost yenə düşdüm mən, dost bildiyim şərəfsiz. Əqidəsiz qardaş bildiyim saxta, dosta görə çətin ötara. Ay qardaş qalmışam matməyətə, axı zaman bunları bu hərəkətləri ilə aparır hara. Deməli yazım sənə, sən də dinlə başıma gələni. Biriləri vardı mənə qardaş deyirdilər, aldılar qopardılar məndə olan insanlara olan güvəni. Bunlara güvənərək bunlara qardaş dedim. Bunlar əsl fahişəymiş sən demə. Məiyyətim axı hardan biləydim. Həmişə dua edərdim onlar üçün, Allaha deyərdim rahat olun, mən tək qardaşınız varsa sizin çətinliyə düşməzsiz daha. Niyyətim bunlarla təmiz, yanaşmayım kişi kimi. Mən nə biləydim ki bunlar əslində külünküdürlər, bəhbədilər. Amma özlərini aparırmışlar giya on kişi kimi. Neyzə ay dost, niyyətimdə bunlarla təmiz. Kişi kimi pul bölməkdi əvvəllər mənim fikrim. Bunlara əl tutmaq, müşküllərini həll etməkdi fikrim. Əlimə gələn pulu bunlarla yarıya bölməkdi. Deyirdim ki qardaşlıq varsa ölmək vardı, amma yoxdu qətir geriyə dönmə. Niyyətimdə təmiz olaraq təhlükəli işlərə girdim. Ay dost çox pul gətirəcək işlərə girdim. İnanırsan ki ay dost 100% alması işlərim alınmıyordu. Hesab elə ki qul dalınca gedirəm, bir də sonda işim sonu doş alınmırdı. Oturub düşünürdüm niyə axı bu belədir ay dost. Sən demə görəcəyim varmış mənim qarşıda, bu da səbəbiymiş ay dost. Deməli sən mənə bax, mənim yanaşmama. Mən nə biləydim ki sabahımda nə çıxacaq mənim qarşıma. Sənə danışım, sən də qiymət ver, dəyərləndir. Mənə sonra cavab ver qardaş, kör günah məndədir. Demək sənə yazdıram 2 gün əvvəli, başıma gələni mənə zərər verəni. Dost bildiklərimlə çıxdım mən bir çətin yola. Niyyətimiz pul qazanmaq idi, axı hamımız düşmüşük türklər demişkən çətinə zora. Neysə işi gördük, çətinliklər gətirdik başa. Nəticə pul ortada hazır, pulu həvalə elədim inandığım saxta qardaşa. Pul az olsa da mənim qardaşım, müşkülümü tam həll etməsə də mənim qardaşım. İralaraq bunlara telefon elədim, işimi aparam vəkilimə, yaxşı yoldaşam. Dedim zəng elə cinayət işimi aparam polisə. Denə Rafil Yüngül var pulla gəlib əvəsə. Sabah yanına gəlir səni, xahiş et ondan ki pulu versin. Zərər çəkmişim mən mənim. Dostum bu pul talimi həll edirdi, inan işim gedirdi. Ağır cinayətlər məhkəməsinə edəcəkdilər, məni ağır etdi. Pulu vermə bir də mən, zərər çəkməşə şikayətçiyə. Hesab elə ki məhkəmə əbs qəti imkan, hökm oxunmalıdır mənə, mən yetiməm. Hərs başlayır az 10 ildən yuxarı, türmə görsənir mənə. Neysə brat sevinə gəlirəm bunların yanına, həmin məkana. Düşünürəm, şükr edirəm, sağ olsun dostlarım, qoymadılar Rafid məhv olayana. Mən nə biləydim oyun qurulub mənə, mən olmamışdan mənsiz, mənim barəmdə planlar qurulub mənə. Mən gələndə şov gözləyir məni, sanki məni gözləyən dost yox. Oscar mükafatlı olan fahişə aktyor gözləyir mənə. Dostum gəldim girdim məkana, deyir ki söhbət getdi. İnan qaldım mən yana-yana, baxdım sol yanıma, baxdım sağ yana. Gördüm ki hər şey boşdu, mən qaldım bir yana. Bunlar bir yana, neysə qəşəng fahişə planına düşdüm. Çarəsiz qaldım qardaşım, yenə pula görə qəhbə oyununa düşdüm. Çox iyrənc söhbətlər getdi orada, baxdım ki məclisdə haqlı tək mənəm bəyəm, mənəm qalam ortada. Oyun qurulub oyun
Qonşular dərsindən 5'ti 5 Ortada olan pulun söhbəti gedir Özü də tema belə gedir ki pulu bölməli yox Geri qaytarmalıyıq qardeş Verilib qərar nə deyim axı Dandı qara vəziyyətdə mən oradan çıxdım Çox əsəbi oldum inan özümdən çıxdım Çox pis oldum qardaşım mənim Pula görə yox Sadəcə baxdım ki kimləri mən qardeş demişən Sən demə heç yox imiş qardeşim mənim Neysə pula görə məni satdılar Qəşən qoyun borub məni kənara atdılar Didinci öz kişiliklərini Sonra da məni az miqdarda olan pula satdılar Neysə dostum Allaha şükür etdim yenə də mən Şükür edirəm ki yenə də saxta dostu aşkar etdim mən Bugün getdim polisin yanına sənədlərlə imza attım mən Dostum işin gedir məhkəməyə ağır ittihamla Ey yazıq anam gəlindi sən mənim günümə ağla Allahıma güvənirəm ay dost qoymaz məni darda Diqqət edin yanınızda olanlara Diqqət edin hamıya İnanmayın şirin sözlə qardaş deyənlərə saxta dostlara İlk olaraq öz qədrinizi bilin dostlarım Sonra əylənin siz Mənə baxın mən açıq aşikarım Mən sizə bunu biləsiz Sonra qalmayın mənim kimi yanı çarəsiz Yaxşılar eşidin sözüm sizədir Yazmışam yazıram yazacam siz biləsiniz Yaxşılar siz daim başlasısınız ürəyimsiniz Dəyərlisiz siz bax bunu biləsiniz Rafiq qalbaşlığı edir düzgün təmiz kişi kimi Özü də istəmdi Özü də istəmdi